Doktor, süni zəkadan soruşduq. Azərbaycanın ən çox xərçəng xəstəliyindən əziyyət çəkən şəhərləri hansılardır? Sizcə ilk sıralamada hansı şəhər gəlir? Məncə birinci sırada Bakı olmalıdır. Həm əhalisinin sayına görə, həm iqtisadi inkişaf səviyyəsinə görə, ümumiyyətlə bütün dünyada da belədir. Xərçəng xəstələrinin sayı daha çox inkişaf etmiş şəhərlərdə statistik olaraq daha çox rast gəlinir. Mən öz gündəlik təcrübəmdən və reallıqdan Lənkəranda çoxsaylı onkoloji xəstə sayı görürəm. Təbii ki, Lənkəran məncə bu siyahıda var, amma yerini tam bilə bilmirəm. Lənkəran var sırada, ancaq 5-ci sıradadır Lənkəran şəhəri. Lənkəran 5-ci sıradadırsa, Sumqayıt şəhəri onda ön sıralardadır. Sənaye şəhəri olaraq ekoloji vəziyyətinə görə və əhali sayına görə Sumqayıt ola bilər. Sumqayıt şəhəri 3-cü sıradadır, doktor. Sumqayıtdan daha çox xəstəsi olan, Azərbaycanın ikinci paytaxtı Gəncə. Yəqin ki, Gəncə mütləq bu siyahıda var. Gəncə 2-ci sıradadır. Mingəçevir şəhərini unutdunuz, doktor. Mingəçevir. Azərbaycanın nuru, işıq mənbəyi Mingəçevir, amma düzü belə düşünməzdim. Yəni ChatGPT bu məlumatı yəqin ki, statistikaya əsaslanır. Doktor, süni zəka Mingəçevir şəhərini 4-cü sırada göstərir. Nəyə görə? Çünki belə bir açıqlama var ki, sənaye və çirklənmə. Mingəçevir sənaye şəhəri olduğu üçün ətraf mühiti daha çox çirkləndirir. Əslində o məntiqlə baxsaq, o siyahıda Qəbələ də ola bilər, amma yəni bizə 5 böyük şəhər lazım idisə bunu tapdıq. Hər bir halda bu süni zəkanın bizə verdiyi bir məlumatdır. Dəqiq məlumatları statistika komitəsi verə bilər.